Salam, hər vaxtınız xeyir. 9 nömrəli tapşırıqla dərsimizi davam edirik. Burada deməli, birinci 6-dır, ikinci 18-dir. Bunlar birinci, ikinci kəsirləri ortaq məxrəcə gətirmək üçün birinci kəsirin surət məxrəcini 3-ə vuraq. Mənfi 11,18-də 15. Üstəgəl 10,18-də 7. Üçüncü, dördüncü kəsirlərdə isə 63 ortaq məxrəcə gətirdiyimizə görə burada ikinci kəsirin surət məxrəcini 9-a vuraq. Və qabaqdakı mənfilər də bir-birini müsbət eləyər. Müsbət 8,63-də 46-nın 6-dan daha sonra çıxmalıyam. 5,63-də 18-i bərabərdir. İlk iki dənə ədədi toplayanda böyükdən kiçiyi çıxıran böyün işarəsi mənfi 1,18-də 8. Üstəgəl burada da böyükdən kiçiyi çıxıran böyün işarəsi 3,63-də 28 bərabərdir. İndi ixtisar edeyim əvvəlcə. Mənfi 1,18-dən 8 2 ixtisar gedər, qalar 9-da 4. Üstəgəl 3 bunlar da 7 ixtisar gedər, qalar yenə 9-da 4. Burada da böyükdən kiçiyi çıxıran böyün işarəsi tam-tamına 2. Məsələn belə. İkincisində adi kəsirləri 1 toplayaq, onluq kəsirləri 1. Mənfi 1,24-ün üstünə 0,7-ni gəlmək lazımdır. Və mənfi 1,15-də 7-dirsə, bunu da 150-yə gətirəndə 150-də 70 olasıdır. Çıxmaqla da toplam mənfi bir-biri müsbət eləyir. 2,150-də 1-i də 1 toplayaq. Burada böyükdən kiçiyi çıxırsan, böyün işarəsi olasıdır. Mənfi 100-də 54 və bunları da baxıram böyükdən kiçiyi çıxıran böyün işarəsi. Amma burada 1-dən 70 çıxmaq olmadığına görə yazıram. Mənfi 1,150-də 70 üstəgəl buradakı 2 tamı parçalayıram olsun. 1,150-də 151 bərabərdir. Bunlar 2-yə ixtisar gedər. Birinci kəsir olar 50-də 2-yə böləndə 27. Burada da üstəgəl böyükdən kiçiyi çıxsam 150-də 1-lər gedər. 151-dən də 70 çıxanda qalır 81 bərabərdir. Birinci kəsir mənfi 50-də 27 qalsın. İkincini də 3-ə ixtisar eləsəm, onlar yenə 50-də müsbət 27. Və bunların da cavabı bərabərdir 0-a.
İndi 10 nömrəli tapşırığa baxaq. Deməli 10 nömrəli tapşırıqda A-nı, B-ni, C-ni tapıb sonra bunları toplamaq lazımdır. Deməli A-nın qiymətlərini tapmaq üçün -6-da 1 ilə 3-də 1-i toplamaq lazımdır. B-nin qiymətini tapmaq üçün -2-də 1 ilə toplamaq lazımdır -4-də 3-ü. C-nin də qiymətini tapmaq üçün -3-də 2 ilə 5-də 1-in qiymətini toplamaq lazımdır. Toplayaq indi bunları. -6-da 1-in üstünə bunları da 6-ya gətirsəm, onlar 6-da 2. Böyükdən 2-yi çıxaram, böyüyün işarəsi 6-da 1. İkincisinin hər ikisi mənfidir. Ortaq məxrəci gətirsəm 4-də 2 üstə gəl -4-də 3. Bunları da toplayanda eləyim -4-də 5. Üçüncüdə də ortaq məxrəc 15 gətirsək, 15-də 10 üstə gəl 15-də 3. Bərabərdir. Burada da böyükdən 2-yi çıxıram, böyüyün işarəsi -15-də 7. İndi A-nı, B-ni, C-nin üçünü bir yerdə toplayaq. Deməli yazmalıyıq burada 6-da 1 çıxılsın 4-də 5 çıxılsın 15-də 7. Bunların üçünə bir yerdə ortaq məxrəc olur 60. 60-da 10 çıxılsın 60-da, deməli 60-ı 4-ə böləndə 15, 5-ə də vuranda 75 çıxılsın 60-da, 60 15-ə böləndə 4, 7 dəfə də 4-ün 28 bərabərdir. Bunları çıxanda eləyir -60-da 75-dən də 10 çıxanda 65, bir də -60-da 28. Bunlar ikisi bir yerdə də mənfi toplayanda 60'da bunlar da toplasam 80, o da 13. 93 eləyir. 3'e də ixtisar gedir. Mənfi 3 ixtisar gedəndə qalır 20'də 31. Bunu da -1/20'də 11 kimi yazmaqla tapşırığı həll eləmiş oluruq. İndi ikincisine baxaq. İkincisində A'nın qiymətini tapmaq üçün bax bundan bunu toplamalıyam. Deməli -4'də 3'ün üstünə gəlməliyəm 8'də 3'ü. Bunların ikisini də ortaq məxrəc 8'ə gətirsəmsə -8'də 6'nın üstünə 8'də 3'ü gəlsəm eləyər -8'də 3. Sonra B'ni tapmaqdan ötürü 2'də 1'in üzərinə gəlməliyəm -6'da 1'i. Ortaq məxrəc 6 olar. 6'da 3 çıxılsın 6'da 1. O da bərabərdir 6'da 2. 6'da 2 ixtisar da gedər qalar 3'də 1. C'ni də tapmaq üçün 8'də 3'ün bir dəqiqə 8'də burada da 3'də 1'in üstünə gəlməliyəm -3'də 2'ni. Və burada da böyükdən 2'yi çıxıram, böyüyün işarəsi -3'də 1'də bu eləyir. İndi bunların üçünü bir yerdə toplamalıyam. Baxın. Müsbət 3'də 1, -3'də 1 toplayanda 0 eləyir. Bir dənə burada qalır -8'də 3. İkincisində. Növbət tapşırığa baxaq. Deməli burada 11 nömrəli tapşırıqda A'nın, B'nin, C'nin qiymətlərini yerinə qoyub ifadənin qiymətini hesablamaq lazımdır. Bunun üçün deməli birbaşa gəlin moduldan çıxardıq. Biz bilirik ki, modulda mənfi ədədin modulu müsbət eləyir, müsbət ədədin də modulu müsbət eləyir. Deməli A'nın yerinə -8,7 yazsaq, modulu müsbət 8,7 çıxar, çıxılsın. B'nin də yerinə yazsaq olduğu kimi çıxar 15,8. C'də də yenə olduğu kimi moduldan çıxar 1,3. Burada böyüklə kiçiyi toplayıram. 8-dən 1'i 9, 0,7 ilə 0,3'ün də eləyib 1, 9 o da 1, 10. Ondan da 15,8'i çıxmaq lazımdır. -5,8 eləyir. Tapşırığın yekun cavabı. 11-ciyə baxaq.
Daha doğrusu 11'in ikincisine baxaq indi. Bax, birincidə hər kəsi ayrı-ayrı modul idi. Burada amma fərqin moduldur. Ona görə əvvəlcə fərqi tapmaq lazımdır. X-in yerinə yazmaq lazımdır. -3 tam onda 2-dirsə, bunu da 5-də 1 kimi yazmaq olar. Çıxılsın y-də 1 tam 4-də 3-dür. Çıxılsın z-dirsə, çıxma ilə özü mənfisi 3 eləyib müsbət. 2 tam 3-də 1. Və bunların da hamısının modulu bərabərdir. İndi 4, 5, 3'ə ortaq məxrəc olar 20 ardıcıl ədədlərdir. Olsun -3 tam 20. Bu 4 ilə 5'ə 20. 3 ilə də eləyəndə olur 60. 60'ı 5'ə böləndə 12. 1'ə də vuranda 12. Çıxılsın 1 tam 60'da 60'ı 4'ə böləndə 15. 3'ə də vuranda 45. Üstəgəl 2 tam 60'da 3'ə böləndə 20. 1'ə də vuranda yenə 20 bərabərdir. İlk 2 dənə mənfini toplayıram. Eləyir -4 tam 60'da 45 ilə 12'ni toplayanda 57. Üstəgəl 2 tam 60'da 20. Burada da böyükdən kiçiyi çıxıram olur. -2 tam 60'da 57'dən də 27 çıxanda qalır 37. Bunu da modul eləyir müsbət 2 tam 60'da 37. Bu belə qalır da. Buradan o tərəfə ixtisar yoxdur. Vəssalam belə. Üçüncüsündə deməli ayrı-ayrı modulları tapıb fərqini tapmaq lazımdır. Üçüncüdə A-nın yerinə yazıram modulda -7 tam onda 4 çıxılsın. 4 tam onda 3'ü də B-nin yerinə çıxılsın. C-nin yerinə 2 tam onda 8 üstəgəl D-dirsə, bu da mənfi olduğuna görə çıxılsın 13 tam onda 6 yazıram. Bərabərdir. İkisi də mənfidirsə toplayıram 11 tam onda 7 və işarəsi mənfi. Çıxılsın. Buradan da böyükdən kiçiyi çıxıram. Böyüyün işarəsi mənfi. 16'dan 8 çıxanda qalır 8. 12'dən də 2 çıxanda qalır 10. 10 tam onda 8. Bərabərdir. Birincinin modulu müsbət 11 tam onda 7 eləyir. Çıxılsın. İkincinin də modulu 10 tam onda 8 eləyir. Bundan da 7'dən 8 çıxanda qalır. 17'dən 8 çıxanda qalır 9. Ondan da 10 çıxanda qalır 0. Müsbət 0 tam onda 9 olur. Üçüncü tapşırığın yekun cavabı. Dördüncü tapşırığa baxaq. 4 yoxdur. 12'yə baxaq onda. 12'də vurma əməllərini yerinə yetirin deyir. Birinci baxıram ki, mənfini müsbətə vuranda mənfi eləyir. 16'da 5 olduğu kimi qalır. İkincini də düzgün olmayan kəsrə çevirsəm, onlar 5'də. 2'yi 5'ə vuranda 10, üstünə 4 gələndə 14. Bərabərdir. Burada 5'lər ixtisar gedir, qalır mənfi. 16 ilə də 14 ixtisar gedir 2'yə. Qalır burada 8. Burada da 7. Mənfi 8'də 7 olur tapşırığın cavabı. İkincidə mənfi vuranda müsbət elədiyinə görə daha burada mənfi işarəsini ləğv eləyirəm. Yazıram 3'də 2 vurulsun. Düzgün olmayan kəsri çevirsəm, bu da 2'də 3 eləyir. Bunlar da eləyir 1. Tərs ədədlərin hasili 1'ə bərabərdir. Üçüncü misalda mənfini müsbətə vuranda eləyir. Mənfi qabaqda yazıram. 4'də 16. 16'nın üstünü 3 gələndə eləyir 19. Vurulsun 15'də 7. Burada bir dənə ixtisar. Baxıram ki, yoxdur. Vurulsundu bu. Bu 7'dir. Bu da 4'dür. 4'ü 10'a vuranda eləyib mənfi 60'da. 19'u da 7'ye vuranda 7 dəfə 9'un 63. 6 yadda 7, 6 da yadda 13. Bu da eləyir mənfi 2 tam 60'da 120 eləyir. 120'dən də 133. 133'dən də 120 çıxanda qalır 13. Dördüncüsü. Yine mənfi vuranda müsbət elədiyinə görə mənfini yazmıram da 6'da düzgün olmayan kəsrə çevirəm 12 üstünə də 5 gələm 17. Vurulsun. Bu biri də 17'də 18 eləyir. 17'lər ixtisar gedir. 18'i də 6'ya böləndə eləyər 3. Bir dənə də baxım. 6'da 12, o da 5, 17. O biri də 17'də 18. Bəli. 17'lər ixtisar getdi. Bunlar da ixtisar getdi. Qaldı 3. 5-ci. Mənfi müsbətə vuranda mənfi qabaqda yazıram 7'də düzgün olmayan kəsrə çevirirəm. 7'yi 1'ə vuranda 7 üstünə düş gələndə 10 vurulsun. Bu birində 10'da 7 kimi yazmaqla ixtisar eləyirəm. Qalır mənfi 1. 6'cı. 6'cıda da yenə mənfi müsbətə vuranda mənfi eləyir. 10'da 13 vurulsun. 13'də 5'dir. 13'lər ixtisar gedir. Qalır mənfi 10'da 5.
Mənfi 10'da 5'də 2'də 1 olur. İxtisar edəndə 5'e. 7. 7'de olur. Mənfi vuranda müsbət. Ona görə də işarəni yazmıram. 10'da 82 vurulsun. 2'də 6 eləyir. Üstə bir gəndə 7. Bərabərdir. Bir yəni burada 2 ilə 82 ixtisar edir. Qalır 10'da 41 vurulsun 7. Bu da 10'da 7. 7 dəfə də 4'ün 28 287 deməkdir. Ona da böləndə 28/10'da 7 eləyir. 8. mənfi 13'də deməli burada 13'ü 12'ye vurmalıyam. 6 2 3 1 156 üstünə də 2 gələndə 158 vurulsun 19'da 3. Burada da ixtisar yoxdur. Mənfi olur. İndi 19'u 13'e vurmalıyım. 9 dəfə 3'ün 27 2 yadda 3 2 də yadda 5 9 bu da 1. Burada da toplayanda 5 14 1 yadda 2 247 düşür buradan. Bu da 14 1 yadda 1 1 də yadda 247'də 158'i də 3'e vururam. 24 2 yadda 15 2 də yadda 17 1 yadda 3 1 də yadda 4 474 eləyir bu da. Bərabərdir. Mənfi bunda olar bir dəfə 247'də 274'dən də 247'ni çıxsam 14'dən 7 çıxanda qalır. 14'dən 7 çıxanda 7 qalır. Burada da bir dənə götürdüm. 6'dan da 4 çıxanda 2 qalır. Bu da 227. 9'a da baxaq. 9'da mənfi qabağa verirəm. 10'da 42 vurulsun. 2'də 5'də bu eləyir. 5 ilə 10 ixtisar edir. Burada qalır 2. Bu 2 ilə də 42 ixtisar edir. Qalır 21. Deməli oldu mənfi 21 bölünsün 2. 21'i 2'ye böləndə mənfi 10/5'də bu tapşırığın cavabı eləyir. 13 nömrəli tapşırıqda yenə əməlləri yerinə yetirin deyir. Deməli əməlləri yerinə yetirmək üçün yazaq buradan. 13 nömrəli tapşırıq. Birinci mötərizənin içindəkini hesablayırıq. Deməli, mənfi 6/10'da vurmalıyam. Burada da böyükdən kiçiyi çıxıram, böyük işarəsi. 6/10'da 3'dən 3/6'nı çıxıram. 13'dən 6 çıxanda qalır 7. Burada da 5 qaldı. 5'dən də 3 çıxanda qaldı 2. 2/10'da 7 də bu elədir. Həm də böyük işarəsi mənfi elədir, bərabərdir. Mənfiyə vuranda müsbət. Burada da vurma əməliyi yerinə yetirmək lazımdır. 6/10'da 2/10'da 7'ye vurmaq lazımdır. 14 1 yadda 42 1 də yadda 43 4 bu da 12. Toplasam 4 7 6 1 2 dənə də vergül ayırsaq müsbət 10 6/170 4 eləyir. İkincisine baxaq. Bu birincisi idi. İndi ikincisində. İkincisində deməli bax, bunları bir-birinə vurur. Eləyir müsbət. Burada vuraq. 4/10'da 3'ü 6/10'da 1'e vurmaq lazımdır. 3 4 18 1 yadda 24 1 də yadda 25 3 12 1 yadda 6 2 vergüldə 2 dənədir. 2 dənə də ayıranda 26 müsbət eləyir. 26/23. Bunu da buna vuranda 0 eləyir. Yəni bu hasil 0'dırsa ondan da 0 çıxanda elə 26/23 olur tapşırığın cavabı. Üçüncü. Əvvəl çıxmanı mötərizənin için yerinə yetim. İkisi də mənfidirsə toplayıram eləyir -4. Vurulsun -4/10'da 3. Mənfi vuranda müsbət. 4 dəfə 3'ün 12 1 yadda 16 1 də yadda 17 172 eləyir. Bir dənə də vergüllə rəqəm ayırsam 17/10'daki cavab. Dördüncü. Dördüncüdə əvvəlcə ilk 2 dənə vurmanı, sonra bir 2 dənə vurmanı yerinə yetirməklə sonra da toplamağı yerinə yetirmək lazımdır.
Deməli, birincidə olur mənfi 3-də. 3-3-ə vuranda 9 üstünə də 2 gələndə 11. Vurulsun 11-də 12-də bu eləyir. Üstəgəl 6-da 5 olduğu kimi qalsın. Vurulsun mənfi 3-də. 3-ü 1-ə vuranda 3 üstünə də 1 gələndə 4. Bərabərdir. Burada 11'lər ixtisar gedir. 12 ilə 3 ixtisar gedir. Cavab eləyir mənfi 4. Burada da müsbəti mənfiyə vuranda eləyir mənfi. İndi ixtisara baxıram ki, bir dənə burada 4 ilə 6 ixtisar gedir. Vəssalam, burada qalır 2, burada qalır 3. Deməli, mənfi 9-da 10-da bu elədi. Bu da elədi mənfi 4 tam 9-da 10. 9'da 10'da düzgün olmayan kəsirdisi 1 ise 1 tam 10'da 9 bir dəfə olur. 4 ilə də toplayan eləyib mənfi 5 tam 9'da 1. Sonra 5-incisi. 5-cidə birinci ədədimiz mənfi 8'də 5 kimi qalsın. İkincidə böyükdən kiçiyi çıxıran böyün işarəsi. 3 tam 10'da 7'den 2 tam 10'da 2 çıxanda 1 tam 10'da 5 qalır. 1 tam 10'da 5'i də 10'da 15 kimi yazmaq olar. İşarədə müsbət. Bərabərdir. Bu 5 ilə 10 ixtisar eləyin. Burada 2. Mənfi 8 2'yə vuranda eləsin 16. Bu da 15. Mənfi 16'da 15. 5-ci idi bu. 6-cı da baxıram. Ədədi 0'a vuranda 0 eləyir. Deməli, mən burada yalnız bu bir tərəf hesablasam. Burada da mənfi vuranda müsbət. Deməli 6'da 6 üçün 18 üstünə də 5 gələndə 23 vurulsun. Öbürü də 10'da 24 eləyir. Bir dənə burada 24 ilə 6 ixtisar gedir 4. 10 ilə də ixtisar eləmirəm ki, onluq kəsir şəklində yazmaq rahat olsun. 23'ü 4'ə vuranda 12 1 yadda 8 1 də yadda 9. 92'ni də 10'a böləndə eləyər 9 tam 10'da 2. 6-cısı. Bunu belə də yazmaq olar. Onluq kəsrə də çevirmək olar. 15'də 16 olası burada 0 dəfə. 150'də 16 olası 9 dəfə. Bir dəqiqə. Mənfi 0 tam 9 sonra 375. Belə də saxlamaq olar, belə də yazmaq olar. Bu da oldu tapşırıq 13'ün həlli. İndi keçdik tapşırıq 14'ə. Tapşırıq 14'də baxın. Çox asandır. Niyə? Hasil sıfırdırsa vuruqlardan biri sıfırdır. Bu mənfi 5 sıfır olmadığına görə x'in yerinə mənfi 5 yazmalıyam ki. Mənfi 5 ilə 5'i toplayanda 0 eləsin. Mənfi 5'e də vuranda 0 eləsin. Deməli, bu tənliyin kökü oldu mənfi 5. Yine burada hasil sıfırdır. Hasilin sıfır olması için vuruqlardan biri və yaxud digəri sıfır olmalıdır. Bu 3 tam 10'da 7 sıfır ola bilməz, amma y'in yerinə mənfi 4 tam 10'da 6 yazsam mötərizə sıfır eləyir. 3 tam 10'da 7'yə də vuranda sıfır eləyir. Sonra burada yenə mötərizənin sıfır eləməsi üçün x bərabərdir 15 tam 3'də 2 yazsaq mötərizənin cavabı sıfır eləyir. Mənfi 4 3'ə vuranda da yenə də sıfır. Burada da x olası 3 tam 4'də 1. Ki mötərizənin cavabı 0 eləsin. Amma burada 2 dənə kök var. Birinci mötərizənin 0 olması üçün x bərabərdir 5 tam 3'də 1 olmalıdır. Öbüründə də x bərabərdir mənfi 4 tam 7'də 2 olmalıdır. Yəni 2x1, x2. Deməli, bu tənliyin 2 kökü var. 2 kökü var. Axırıncıda da birinci mötərizənin 0 olması üçün x bərabərdir mənfi 5 tam 10'da 6. İkincidə isə mənfi 8 tam 12'də 1 olmaqla tənliklərin köklərini tapmış oluruq. Burada da yenə 2 dənə kökü var.